Salam mənim əziz dostlarım. Gəlin yaxın əyləşin, çünki bugün sizə elə bir nağıl danışacağam ki, sehr ilə doludur. Hazırsanız? Gəlin birlikdə xəyallar aləminə, möcüzələrin gerçək olduğu o uzaq diyarlara səyahət edək. Heç belə bir şey düşünmüsünüz? Bir anlıq təsəvvür edin. Biri uzaq Koreyada yaşayır, o biri isə elə bizim öz yurdumuzda, Azərbaycanda. Amma hekayələri o qədər oxşardır ki, elə bil eyni nağılı iki fərqli yerdə danışırlar. Çox maraqlı deyilmi? Gəlin bu heyrətamiz sirrin pərdəsini birlikdə aralayaq. Gəlin indi nağılımızın qəhrəmanları ilə tanış olaq. Baxın, Koreyadan gözəl qəlbli Kongji və Azərbaycandan isə mehriban Fatma. Hər ikisinin də ürəyi o qədər təmiz, o qədər xeyirxah idi ki, amma heyf ki, ikisinin də taleyi eyni idi. Onlar onları zərrə qədər də sevməyən çox zalım ögey anaları ilə yaşamağa məcbur idilər. Bir təsəvvür eləyin, hər səhər günəş hələ təzə-təzə çıxanda həm Kongsayçı, həm də Fatma üçün yeni, daha çətin, demək olar ki, mümkünsüz bir iş başlayırdı. Ögey anaları sanki onların o gözəl ürəyini incitmək üçün əllərindən gələni edirdilər. Amma bilin nə var? Bütün bu çətinliklərə baxmayaraq, nə Kongsayçı, nə də Fatma qəlblərindəki o gözəl mehribanlığı heç vaxt itirmədilər. Amma kədərli görünsələr də qızlarımız əslində heç də tək deyildilər. Çünki bilirsiniz, nağıllar aləmində bir qayda var. Yaxşı insanlar, təmiz qəlblər heç vaxt köməksiz qalmaz. Elə bil bütün dünya onların səbrini, onların yaxşılığını izləyirdi. Və çox keçmədi ki, həm Kongçinin, həm də Fatmanın köməyinə sehirli dostlar gəlməyə başladı. Məsələn, bir gün Kangce'nin ögey anası ona 6 deşik bir küpə verdi və dedi ki, get bunu suyla doldur. Təsəvvür edirsiniz, bu ki mümkün değildi. Yazıq Kangcı çox kədərləndi, oturdu ağlamağa. Elə bu vaxt sudan balaca, amma çox cəsur bir qurbağa çıxdı. Sanki gözləriyle deyirdi ki, ağlama, mən sənə kömək edəcəm. Və hoppanıb öz bədəniyle o böyük deşiyi qapadı. Bax, Kangcı'nın ilk sehirli dostu belə ortaya çıxdı. Və möcüzələr hələ yeni başlayırdı. Baxın, bu nə qədər heyrətamizdir. Hər iki qızın da köməyinə gələn bir heyvan dostu var idi. Mehriban bir inək. Düşünün, Kongiya daşlarla dolu sərt bir tarlanı şumlamaqda kömək edən sadiq bir inək. Və digər tərəfdən Fatmaya dağ boyda yunu göz qırpımında əyirməkdə yardım edən sehirli bir qara inək. Görürsünüzmü? Onlar sadəcə kömək etmirdilər. Onlar əsl dostuydular. Qızlarımız o qədər mehriban olduqları üçün, o qədər təmiz qəlbli olduqları üçün, əlbəttə ki, nağılları aləmi onlar üçün xüsusi bir hədiyyə hazırlamışdı. Onların heyvanlara olan sevgisi, bütün çətinliklərə rəğmən, içlərindəki o işığı qorumaları, bütün bunlar cavabsız qala bilməzdi, elə deyilmi? İndi onların həyatlarının ən gözəl, ən sehirli hədiyyəsi gözləyirdi. Və bax, o an gəlib çatdı. Kənddə böyük bir şənlik var idi və hər kəs ora gedirdi. Amma yazıq Kongçi evdə oturub ağlayırdı. Birdən, göydən bir pəri süzülərək onun yanına endi. Pəri ona nə verdi bilin? Ay işığı kimi parıldayan ipək bir hanbok, yəni Koreya milli geyimi və bir də ayağında sanki çiçəklər açan, par-par parıldayan başmaqlar. Kongçi həmin an elə bil nağıllardakı ən gözəl şahzadəyə döndü. Yaxşı, bəs bizim Fatma? Onun möcüzəsi isə tamam başqa cür oldu. Fatma yuyunmaq üçün sehirli bir çaya girmişdi. Çaydan çıxanda isə bir də gördü ki, saçları günəşin özü kimi qızılı rəngə çalıb, dərisi isə ulduzlar kimi par-par parıldayır. O artıq adi Fatma değildi. Elə bil yeriyən bir günəşə, parlayan bir ulduza çevrilmişdi. Beləliklə, qəhrəmanlarımız öz xoşbəxtliklərinə doğru addımladılar. Amma hər nağılda olduğu kimi, ağlımıza bir sual gəlir. Bəs o pis ögey analara və bacılara nə oldu? Gəlin baxaq, görək onların aqibəti necə oldu? Əlbəttə ki, o paxıl ögey bacılar da eyni hədiyyələri istədilər. Başladılar qızları təqlid etməyə. Onlar da getdilər, qurbağa axtardılar. Onlar da gedib o sehirli çayda çimdilər. Amma bilirsiniz, bir şey yaddan çıxarmışdılar. Sehr yalnız və yalnız təmiz qəlblər üçün işləyir. Onların ürəyi isə pisliklə, paxıllıqla doluydu. Buna görə də sehr onlara heç bir kömək etmədi. Əksinə, onları daha da pis və gülünc vəziyyətə saldı. Və beləliklə, nağılımızın sonuna yaxınlaşırıq. Hər iki qəhrəmanımız da nəhayət layiq olduğu o gözəl xoşbəxtliyə qovuşdu. Gözəl qəlbli Kongji mehriban kənd valisi ilə evləndi və ömürlərinin sonuna qədər bir yerdə xoşbəxt yaşadılar.
Qızıl saçlı Fatmamız isə öz mehribanlığı ilə hamının sevgisini qazandı, hamının sevimlisinə çevrildi. Bax belə, mənim əziz dostlarım. Bir-birindən çox uzaqlarda danışılan bu iki nağıl əslində bizə eyni bir həqiqəti pıçıldayır. Dünyanın harasında yaşayırsan yaşa, hansı dildə danışırsan danış, əgər qəlbində yaxşılıq varsa, möcüzələr mütləq bir gün sənin də qapını döyəcək. Çünki unutmayın, sonda hər zaman yaxşılıq qalib gəlir. Bu gözəl nağılı mənimlə birlikdə dinlədiyiniz üçün sizə təşəkkür edirəm.